və bu istehsalı böyük dövlət layihələrimizdə, Kobiyanın binasında, DOST mərkəzində, Şuşa İcra Hakimiyyətində, müasir dünya memarlarının incisi sayılan Heydər Əliyev mərkəzində biz onu tətbiq etmişik. Bu da o deməkdir ki, bizim uğurlarımız bizim arxamızda olan dövlətimizin bizə verdiyi imtiyazlardan irəli gəlir. Bu psixologiyanın, baxın, mən bunu sonunda gətirib çıxartmaq istəyirəm ki, mənim üçün psixologiya bir mütəxəssisin, sahibkarın ən öndə duran bir amilidir. Bu nə üçündür? Çünki biz bu gün Azərbaycanda, mən statistikanı tez-tez bu barədə yoxlayıram, Azərbaycanda müflis olmuş bir çox şirkətlərin rəhbərlərinə mənəm deməkləri var. Bu, psixologiyadan anlayışı az olan insanlardır ki, niyə? Çünki ruh düşkünlüyü yaranan hər bir iş mərkəzində heç bir səmərəli əldə etmək olmaz. Ceyhun bəy bəyər söylədi ki, 8 saat iş əmsalını, yəni 7 saatını yox, 1 saatını bizdə ancaq var. Yəni işə gələn əməkdaşlar, bunu niyə deyirəm mən sizə? Çünki mən dövlət orqanlarında rəhbər vəzifədə işləmişəm. Biz uzun illər dövlət orqanlarında mən işlədim rəhbər vəzifədə, amma başa düşdüm ki, mən özüm hüquqşünasam. Və başa düşdüm ki, mən bu istehsalatda, texnologiyada öz yerimi tapa bilərəm və tapdım da. İstehsalatla insanları wow deməyə, təəccübləndirməyə nail oldum. Buna da əsas dediyim kimi bizim rəhbərlərdə biz nəzəriyyə ilə davam etməli deyilik. Nə qədər ki, nəzəriyyə ilə addım atacaq, artıq müasir dövrdə texnologiya o qədər inkişaf edib ki, nəzəriyyəni praktikanə mütləq dəyişmək lazımdır. Nəzəriyyə mütləq məlumatlı olmalıyıq. Amma praktikamız bizim bugünkü həyatımızdır. Çünki bizim, belə deyim sizə, bizim hisslərimiz düşüncələrimizə təsir edir. Düşüncələrimiz də birbaşa davranışlarımızı dəyişir, təsir edir. Və bu deməkdir ki, mən hər hansı bir şirkət rəhbəri olaraq, şirkət əməkdaşlarında o sevgini, o rəhməti, o istəyi ala bilməyəcəmsə, 8 saatlıq iş əmsalı mənim üçün 10 dəqiqə olacaq. O da niyə? Hansısa bir tapşırığı yerinə yetirmək üçün, icra etmək üçün. Mən hesab edirəm ki, hər bir insan özünü uğurlu hesab etməlidir. Çünki uğurlu hesab etməsə, növbətdə addımlarında uğur qazana bilməyəcək. Mən də özümü uğurlu hesab etdiyim üçün çalışdım hər bir uğurunda qarşıma çıxan maneələri problem kimi görməmək. Çünki niyə? İnsan qarşısındakı maneəni problem kimi görürsə, o sənə problem olacaq. O sizin gələcək uğurlarınızın ilkin addımıdır. O problemi həll etmək. Bugün bizim Azərbaycanda yaratdığımız bu tendensiya, yəni insanlarda belə bir qəribə fərqli fikir formalaşdırır. Evlər var ki, biz bugün evlərdə ağıllı sistem, villalar tətbiq edəndə ağıllı sistemlər mən süni intellektdən istifadə edirəm, insanları dəyərləndirmək üçün. Və bu süni intellektdən istifadə etmə səbəbi psixologiyada mənə yeni satış strategiyası qurur. Süni intellekt sizinlə danışır insan kimi. O sizə elə bir strategiya düzür ki, o strategiya üzərində siz gedəndə 50% qədər geri dönüş əldə edə bilirsiniz. Amma siz bugün o otaqda hər gün girib o otaqla dərdləşsəz, sizin psixoloji durumlarınız dəyişəcək, sizin ünsiyyət probleminiz olacaq, bunu biz müştərilərdə başa salırıq. Çünki niyə? Artıq siz təkmilləşməni texnologiyada görüb və ünsiyyətinizi ancaq ondan quracaqsınız və psixoloji durumunuz dəyişəcək, mütləq dəyişəcək, ünsiyyətdə hər kəsdən qaçacaqsınız. Bunu da başa salırıq. Çünki onu qorxuzmasaq biz, yəni bu gün cərimələr artmasaydı, İnanın şəhərdə onsuz da tıxac var. Tıxac 5 qat olacaq. Çünki niyə avtobus yollarına çıxacaqlar? İlkdir, bir dəqiqə alacaq, içinizdə düşünənlər var ki, avtobus yolu olduğunu, onda daha çox tıxac oldu. Yəni, bunu hamı düşünürlər. Amma o növbəti etapların bir strategiyasıdır. Onun üçün mən fikirləşirəm ki, bizim üçün ən vacib olan psixologiyanı bilmək. Çünki insan, bilirsiniz, psixologiyada belə bir nüanslar çoxdur ki, mən bir 10 min dənəsindən birini qeyd edəcəm. Qarşımdakı insanın bu yalan detektorlarını aldadan insanlar var da, bugün bütün dünyada yalan detektorlar var, ama biz görməmişik. Hətta mən görmüşəm deyək ki, başqa bir ölkədə. Amma onlar insanların yalan danışmanı artıq bəzi insanlara öyrədirlər ki, onun elə bədən hərəkətlərindən əldə edə bilərsiniz. Bugün demək olar ki, hər birimiz iş fəaliyyətində bunu görürük, kimsə yalan danışmalı. Amma bunu həyatda görüb bizim işimizdə tətbiq edə bilirik. Yox, heç kim işində tətbiq edə bilmir. Və bu strategiyanı elə qurmalıyıq ki, bunu biz onlara təyin edək. O, Benjamin Franklin'in bir sözü var, deyir, əsl faciə tez qocalmaq deyil, gec ağırlanmaqdır. Yəni, mən bunu düşünürəm ki, hər birimiz onsuz da hər cümləsə öyrənirik. Amma öyrəndiyimizi görə işimizə tətbiq edə bilirik. Və bunun üzərindən getməyi mən düşünürəm. Hər kəsə təklif edərdim ki, bu barədə düşünsün ki, yəni mən işimə
hər bir süni intellektin yaratdığı bir şeyi işimə təsirini görürüm. Nə qədər təsir edir? Və psixologiyada da budur. İstəyərəm ki, növbəti gələcək bütün tədbirlərdə həmişə işlə psixologiyanı birləşdirməyi hər biriniz düşünəsiniz. Bunun çox yaxşı geri dönüşü olacaq və psixologiyanın Azərbaycan üçün ən böyük yaxşı təsirləri odur ki, bizdə artıq psixologlar həqiqətən bu barədə yeniliklər edirlər. Mən Şəfəq xanıma təşəkkür edirəm. Bu təşkilatçılığı ilə və bu insanları bir araya yığıb və insanlardan müsbət fikirləri əldə etmək hər birimizə düşür. Mənə xoş oldu sizlərin qarşısında iştirak etmək və sizə az da olsa fikirlərimi bildirmək. Amma istəyərdim ki, Azərbaycanımızın çox gözəl istehsalatları var. Bunları hər biriniz araşdırsaq, bugün hər biriniz ondan istifadə edəcəksiniz. Yaxınlarda bizim bir böyük layihəmiz olmaq. Ona müraciət edəcəm. Yəni o layihədə potensialı, nəyə qədər potensialı olan Sizin evin, mən də evinin korpusunun altında şüşə qapaqlar